Salam, Müəllimlər Birliyi Tədris Mərkəzində xoş gördük sizi uşaqlar. Demək, bu günləri Riyaziyyat fənni üzrə Güvən Nəşriyyat 5-7-ci siniflər üçün olan 2025-ci il nəşr kitabında tam demək, natural ədədlər bölməsində 4-6 bölmə barədə danışacağıq. Əbob, Əkob, tam ədədlər, bir də Rum, yəni Roma rəqəmləri haqqında danışacağıq. Demək, dediyim kimi ən böyük ortaq bölənlə başlayırıq ilk olaraq. Ən böyük ortaq bölən, bu sözün mənası və anlamı nədir? Demək, uşaqlar, 2 ədədi götürsəz, həmin 2 ədədi, məsələn, A ədədi və B ədədi götürsəz və elə bir ədəd tapsaz ki, bu həm A ədədi 10-a bölünsün, həm də B ədədi 10-a bölünsün. Belə bir ədəd tapsaz, həmin ədəd olacaq əbob. İzahı burada verilmişdir. Fərdi şəkildə hər bir şagird tam anlayaraq və əzbər bilərək yadında saxlamalıdır. Əbob nədir? Qısa olaraq belə işarə olunur. Əbob A, B. Məsələn, burada nədən söhbət gedirdi? Misalı izah eləmək üçün, fikri izah eləmək üçün deyir ki, məsələn, tutaq ki, buradan gəlin 12 ədədi götürək, bir də 18. Bu ədədlər üçün əbob nədir? Bunu tapaq. 12 ədədi hansı ədədlər 12 ədədin böləni sayılır? 1-ə bölünür 12, 12 2-yə bölünür, 3-ə bölünür, 4-ə, 6-ya bölünür, 12-yə bir də bölünür. 18 isə 1-ə, 2-yə, 3-ə bölünür. Demək, 6-ya bölünür, 9-a bölünür, bir də 18-ə. Baxıb görürük ki, bu ədədlərin içərisində, məsələn, hər ikisi üçün bölən ola bilər. Hansı ədədlər hər ikisi üçün bölən ola bilər? 1 hər ikisi üçün böləndir, yəni həm 18 üçün, həm də 12 üçün böləndir. Sonra 2 ədədi hər ikisi üçün böləndir, 3 ədədi hər ikisi üçün böləndir, bir də 6 rəqəmi daha doğrusu hər ikisi üçün böləndir. Yəni, hər ikisi üçün böləndir. Bu ədədlərin içərisində, bax, bu ilk 4 ədəd, yox, bir dənə 4 yoxdur, bu 3-ü, bir də 6, bu 3-ü, bir də 6, hər ikisi üçün böləndir. Əbob ən böyük ortaq bölən, burada böyük sözü var deyə, biz 1, 2, 3-ü götürməliyik, 6 olur əbobun cavabı. Demək olur, əbob 12 və 18 bərabər 6. Mənası odur ki, 12 6-ya da bölünür, cavab 2 çıxır. 18 də 6-ya bölünür, cavab 3 çıxır. Və bundan daha böyük bir bölən olsaydı, məsələn, deyək ki, daha rəqəmcə daha böyük mənalı olan, 6-dan daha böyük olsaydı, təbii ki, 6-nı yox, onu götürəcəkdik. İndi burada onu tapmağın, əbobu tapmağın sadə yolunu izah edir. Nə etməliyik? Demək, ilk olaraq 84-ü vurğulara ayırırıq. 84-ü vurğulara ayrılanda 2-nin kvadratı vur 3 üstü 1, vur 7 üstü 1 alınır. 120-ni vurğulara. İndi vurğulara ayırmanı bilirsiniz, ona görə bu hissədə o barədə çox danışmaq istəmirəm. Təbii ki, müəllif də danışmaq istəmir. Bir təkcə 84-lə başlaya bilərik. 2-yə bölsəz, uşaqlar, 2-yə bölsəz 42 alınır, 2-yə bölsəz 21 alınır, 2-yə bölsəz, 3-ə bölsəz 7 alınır, 7-yə bölsəz 1 alınır. Demək, 2 dənə 2 var, 2-nin kvadratı. Bir dənə 3 var, 3 üstü 1, bir dənə də 7 var, 7 üstü 1. Bu, buradan alınıb. Yəni, bilmək istəsəz ki, bu hardan tapıb bunu, onda cavabını dedim ki, yəni elə alınır. Bu. Sonra 120 də eyni qayda. Vurğulara ayırsaz 2-nin kubu vur, 3 üstü 1, vur 5. İndi burada baxırıq ki, biz baxmalıyıq ki, qaydası necədir? Qaydalarda deyir ki, bax, fikir verin, deyir 2 ədədin ən böyük ortaq böləni tapmaq üçün bu ədədlər sadə vurğulara ayrılır. Sonra ortaq sadə vurğuları ən az sayda iştirak edənlər seçilir. Məsələn, bax, hər ikisinin ortaq vurğu var. Fikir verin, bax, 2 ədədi və 3 ədədi hər ikisi üçün ortaq vurğudur. Burada, məsələn, 2-nin kvadratı və 2-nin kubu ifadəsində 2-nin kvadratını götürəcəksiniz. Çünki ən kiçiyi götürürsünüz. Sonra bu hissədə bu üçlər ortaq vurğudur da. Bunların içərisində yenə ən kiçiyini götürürsünüz. Onsuz hər ikisində 3 idi. Yəni fərq yox idi onsuz da. 7 və 5 ortaq deyildiyini bunu götürməlısiniz. Bax, bu ədəd bunların hər ikisinin ortaq vurğu olacaq, cavab olur 12. Aydındır. Yəni ki, hər ikisinin kiçik ədədini götürsün. Məsələn, deyək ki, belə etməsəydik, məsələn, belə eləsəydik, burada 2 kvadratı, bir də 2 kubu var. Biz 2 kubu götürsəydik, buradan da 3 var idi onsuz da. 5-dən 7 heç ortaq deyil. Buradan da 3-ü götürsək, cavab 8 vur 24 çıxardı, amma 24-ə bölünmür hər ikisi. Ona görə də yanlış gitmiş olardıq. Ona görə ən böyük ortaq böləni tapanda, əbobu tapanda, ortaq vurğuların içərisində ən az olanı götürəcəksiniz. Sonra digər misallar, məsələlər var. Onlara baxarsınız. Ən böyük ortaq bölənin 1 olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Yəni ki, başqa cür desək, bu da bilirsiniz ki, fərdi bir tapşırıqdır. Hər bir şagird bunu bilməlidir. Çünki misal məsələ tətbiqində olduqca lazım olacaq. Bunlar fərdi olaraq bilməlisiniz.
Bilirsiniz ki, misal məsələ qanuna uyğunluqların, qaydaların, yəni bu verilən tərif və qaydaların, teoremlərin demək, tətbiqini möhkəmləndirmək və onu daha aydın başa düşməkdən ötürü istifadə olunur. Amma tərifin, qaydanın, teoremin özü tam əzbər olaraq bilinməlidir, öyrənilməlidir təbii ki. Məsələn, 2 sadə ədəd verir. Məsələn, deyək ki, əbob, burada özümdən birini istəyirəm. Aşağıda da verilmişdi onsa, əbob, düzdür, əbob. Məsələn, olsun 11, 13, elə yaxın olun 2 ədədi götür, 11, 13. Heç birdən başqa elə bir ədəd tapa bilməzsiniz ki, 11-də həmin o, məsələn, A ədədinə bölünsün, 13-də həmin o A ədədinə bölünsün. Yəni, təbii ki, bölünməyəcək. Ona görə də 2 qarşılıqlı sadə olan, bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə olan 2 ədədin əbobu hər zaman 1 olur. Çünki 11 1-ə bölünür, 13 1-ə bölünür. Başqa bir ədəd tapa bilməzsiniz ki, məsələn, 11 ona tam bölünsün, yaxud 13 ona tam bölünsün. Çünki onlar qarşılıqlı sadə ədəddirlər. Sonra, elə yuxarıda dediyimiz nümunəyə uyğundur. Bu 2 ardıcıl natural ədəd hər zaman qarşılıqlı sadədir. Məsələn, istənilən ədədi götürün, yoxlayın. Məsələn, deyək ki, bir 13 götürün, bir 15 götürün. 15. Qarşılıqlı sadə ədədlər əbobları olacaq 1. Məsələn, götürün 15, 17. 15 ilə 17 qarşılıqlı sadə ədəddir. Vuruqlara ayırsaz, yoxlasaz da yenə də görəcəksiniz ki, qarşılıqlı sadə ədəddir və təbii ki, əbobu 1-dir. 2 ardıcıl tək natural ədəd qarşılıqlı sadədir. 2 ardıcıl tək. Məsələn, 2 ardıcıl tək natural ədəd hansıdır? Məsələn, deyək ki, tək ədəd 1 yazın 17, bundan sonraki ardıcıl tək ədəd də 19. Bunlar qarşılıqlı sadədir. Əgər qarşılıqlı sadədirsə, əbobu təbii ki, bunların hər ikisinin əbobu 1 olacaq. Çünki burada var ki, qarşılıqlı sadə ədədlər əbobu hər zaman 1-dir. Yəni, ən böyük ortaq bölən ha uşaqlar. Burada bölünəndən böləni uşaqlar çox vaxtı səhv salırlar. Bölən və bölünən, buna diqqətlə fikir vermək lazımdır. Biz ən kiçik ortaq bölünən barədə hələ danışmamışıq. Biz əbob, yəni ən böyük ortaq bölən barədə danışırıq. O sözün mənasına fikir versəz, düşünürəm ki, faydalı olar. Bir ədədi istənilən ədədlə qarşılıqlı sadədir. Çünki bir ədədin birdən başqa böləni yoxdur axı. Biz də deyirik ki, əgər məsələn hansısa 2 ədədin ortaq böləni 1 olanda, onda o qarşılıqlı sadə ədəd olur axı. Demək, ən böyük ortaq böləni 1 olan ədədlər qarşılıqlı sadə ədəddir. Bir ədədi də yalnız 1-ə bölünür. 1-in başqa bir böləni yoxdur. Məsələn, 1-i 1-ə bölmək olar və cavabı 1 çıxar. Bunu başqa bir, məsələn, 1-i 2-yə böləndə tam çıxmır axı, ya 3-ə bölsəz 4-ə. Demək alınmır da. 1 ancaq 1-ə bölünür. Bu zaman 1 ilə hansı ədədi əbob kimi yazsınız? Məsələn, əbob yazsınız, əbob 1. Sonrasında nə yazırsınız yazın? 7 yazın, 265 yazın. Nə yazırsınız yazın. Yəni, nə yazsınız, yenə də bunların əbobu 1 olacaq. Çünki 1-in birdən başqa böləni yoxdur. Tam böləndən söhbət gedir. Burada o barədə danışırdıq. Sonra 3 və daha çox ədədin də ən böyük ortaq böləni də eyni qaydada tapılır. Yəni, belə də ola bilər də. Demək istəyir ki, biz deyirik ki, məsələn, əbob, bayaqdan yazırıq ki, əbob AB yazırıq da, düzdür. Burada ABC də ola bilər. Burada D də ola bilər. Bir neçə ədədin qarşılığı böləni. Məsələn, sadə ədədlər, cüt ədədlərə baxaq. Məsələn, tutaq ki, 2 götürək, 4 götürək, məsəl üçün 6 götürək. Bunun hər ikisinin əbobu. 2 bunların hamısı üçün əbobdur. Yəni, çünki 2 də 2-yə bölünür. Sonra 4 də 2-yə bölünür. 2-ni yaxşı yazaq. Sonra 6 da 2-yə bölünür. Bunların hamısı 2-yə bölünür. Ona görə də bunların əbobu 2-dir. Burada misallar verib o fikir əsaslandırmışdır. Diqqətlə misallara da baxarsınız. Çox faydalı olacaq düşünürəm. Sonra keçirik ən kiçik ortaq bölünən. Bayaqları nədən danışmışdıq? Bölən. Bugün indi nədən danışırıq? Bölən. Bölünən. Bayaq bölən idi, əbob idi. Ən böyük ortaq bölən, indi isə ən kiçik ortaq bölünən. Əbob barədə bir məsələndə deyim, ondan sonra davam edək. Əbobu tapmaqda məqsəd nə ola bilər? Ən çox hallarda 2 kəsri məsələn ixtisar edərkən, düzdür, çox misallar, çox sahələrdə tətbiqi var, çox geniş istifadə olunan bir anlamdır, amma məsələn 2 kəsri ixtisar edəndə də əboba ehtiyac ola bilər. Məsələn, bayaqları 12, 18 ədədlərin əbobunu tapmışdıq. Hər ikisinin əbobu 6 çıxmışdı. Demək, 12-ni də 6-ya bölsəz, 18-i də 6-ya bölsəz, bu kəsri ixtisar edib 3-də 2 alarsınız. Görürsünüz, daha bölünəsi bir ədəd qalmır. Çünki ən böyük ortaq böləni artıq bölmüsünüz. Belə. Sonra gəlir keçirik ən kiçik ortaq bölünən.
Bu barədə danışacağıq. Bayaq dediyim kimi, demək, tərifi təbii ki, fərdi və əzbər tam anlanılmış şəkildə hər bir şagird bunu öyrənməlidir. A və B ədədlərinə bölünən ən kiçik natural ədədə bu ədədlərin ən kiçik ortaq bölünəni deyilir və əkov AB kimi işarə olunur. Burada söhbət nədən gedir? Deyir ki, məsələn, 2 dənə A ədədi verək. Yazaq ki, məsələn, əkov AB. Bu nə deməkdir? Bərabər C-dirsə, məsələn, onda bu o deməkdir ki, C ədədi A-ya da rahat bölünür və hansısa bir ədəd çıxır, hansısa bir tam ədəd çıxır. Sonra demək, C ədədi B ədədinə də rahat bölünür. Oradan da hər hansı bir demək, ədəd çıxır. Hansı ədəd çıxmağı da yazmıram, çünki bunu bilmirik də, ədədləri bilmirik. Buna tam rahat bölünür də, yəni kəsirsiz, hissəsiz bölünür. Bu zaman C ədədi A və B ədədlərinin əkovu sayılır, amma bir şərtlə o ən kiçik olmalıdır. Mümkün qədər kiçik ədəd olmalıdır. Məsələn, tutaq ki, götürək sadə bir ədəd deyəcəm, məsələn, ən sadə şəkildə bir ədəd deyəcəm. Əkov, məsələn, tutaq ki, əkov olsun, məsələn, 2, 6. Laf rahat deyirəm ki, başa düşülsün. Bunlar üçün əkov 6-dır. Çünki 6 2-yə də rahat bölünür. 6 6-ya da rahat bölünür. Hər ikisinə də müəyyən qiymət alır. 3 alır, buradan da 1 alır. Amma burada məsələn axı 12 yazsaq tutaq ki də belə səhv olur ha bu. Bunu yazmaq olmaz. Belə qeyri-bərabər olur. Bu olmaz. Biz əkovu 12 götürsək 12 də 2-yə bölünür. 12 də 6-ya bölünür. Yəni bunlardan da cavab çıxır. Ona görə də biz burada deyirik ki, ən kiçik ortaq bölən. Yəni biz burada 6 da bölünür 2-yə 6-ya, 12 də bölünür 2-yə 6-ya, 18 də 2-yə 6-ya bölünür. Amma biz bunları götürmürük. Biz 6-nı ən kiçiyini götürürük. Demək, elə bir ədəd tapsaz ki, o ədəd A-ya da bölünsün, B-yə də bölünsün, o AB ədədinin əkovu sayılır, həmin C ədədi. Fikirləşsəz, C ədədi əkovu sayılır. Misal və məsələlərinə biraz baxaq, izahına biraz fikir verək. Mənim dediyim fikri, məsələn, aşağıdakı misalda çox aydın şəkildə göstərilmişdir. Məsəl üçün, əkov 12 və 18 ədədini taparkən deyir ki, 12-nin bölünənləri, yəni hansı ədədlər 12-yə bölünür? Biz demişdik ki, natural ədədlərin bölünənləri sonsuz sayda olur, amma bölənləri məhdud sayda, müəyyən qədər olur, tam olmur. Sonsuz sayda deyil, yəni. Hansı ədədlər 12-yə bölünür? Yəni bölünənləri. 12-nin bölünənləri. Bunlar 12-nin bölünənləridir. Yəni ki, mənası odur ki, bu ədədi də 12-yə bölmək olar, bu ədəd də 12-yə, bunu da, bunu da, bunu da. Bunlar 12-yə bölünən ədədlərdir. Məsələn, davam edə bilərsiniz, 72 falan gedərdi. Biraz. Bir də davam eləsiniz, 72 gələrdi. 12 üstə gələ-gələ gedirsiniz də. Sonra isə, burada var, elə yazıb bu hissədə, 72 burada var, indi gördüm. Sonra isə 18-in bölünənlərini yazıb. Hansı ədədlər 18-in bölünənlərdir? O da bunlardır. Yuxarıda bunlar, aşağıda isə 18-in bölünənləri də demək bunlar. İndi deyir ki, bunların içərisində biz ən kiçiyini tapacaq. Məsələn, hər iki sətirdə, saçdırmasız sildim bunu. Hər iki sətirdə, məsələn, fikir verin, 72 burada da var, 72 burada da var. Sonra, demək, 36 da var burada. Burada da 36 var. Hər ikisində 36 var. Davam eləyəcək, yəqin ki, biraz daha çox olacaq. Deyir ki, bunların içərisində, yəni belə çıxır ki, bax, bu sırada da 72. 72-ni buraya yazam, sizi biraz çaşdırmasın. Bu hissədə biraz çaşdıra bilərsiniz. Sildim buranı. Fikir verin, 36 var, 36 var, 72 var, 72 var. Hər ikisində ikisi də var. Amma biz burada əkov, ən kiçik sözünə görə ən kiçik ortaq bölünəni götürür. Yəni burada o 72-ni yox, 36-nı götürəcəksiniz. Onda əkov 12 və 18 36 olacaq. Bəs əkovu tapmağın qaydası nədir? Onu hansı üsullarla tapmaq olar? Burada iki üsullardan danışır. Birinci üsulda deyir ki, bu hissəni oxuyarsınız, indi anlamı nədir mən sizə deyəcəm. Keçək misal üzərində fikrimiz deyək. Demək biz 36 və 60 ədədinin əbob, yazıram əbob, burada var, aşağı hissədə yazılıb. Əbob 36 və 60 ədədlərinin cavabı tapılıb 180. Necə tapılır? 36-nı vuruqlara ayırır, yazır 2-nin kvadratı, vuraq 3-ün kvadratı. Bəs necə olur o? 36 vuruqlara ayırsınız, 2-yə bölsəz 18, 2-yə bölsəz 9, 3-ə bölsəz 3, 3-ə bölsəz 1.
2 dənə 2 var, 2 kvadratı. 2 dənə də 3 var, 3 kvadratı. Olur 2 kvadratı vuraq 3 kvadratı. Sonra 60-ın vuruqlara ayrılmasına baxsaq, 60 vuruqlara ayırsaq 2-yə bölsək 30, sonra 2-yə bölsək 15, sonra 3-ə bölsək 5, sonra 5-ə bölsək 1. Burada da olacaq, demək 2-nin 2 dənə 2 var, 2 kvadratı vuraq 3, vuraq 5. 2 kvadrat vurur, 3 vurur 5. İndi bunların içərisində hansının vuruğu çox olanı birinci götürürsünüz. Baxın, bax. İndi burada məsələn tutaq ki, bu 2-nin kubu, 3 də deyərik orada fikriniz. Bax, 2 kvadratı, 2 kvadratı, bir dənə 2 kvadratını yazırsınız bura. Sonra, bax burada 3 var, bir də 3 kvadratı. Burada vuruqların sayı çox olanı götürməlisiniz. Yəni 3-ün kvadratı, vuraq 5 burada hökmən olmalıdır. Bunda yoxdursa burada olmalı. Yəni burada varsa o hökmən birində olan olmalıdır da. Ona görə də burada bunu da yazırsınız. 5'i də yazırsınız. Doğru cavab çıxır 180. İkinci üsula baxaq. İkinci üsul biraz azca fərqi var. O da yaxşı bir üsuldur. Düşünürəm ki, şagirdlərimiz üçün bax bu qayda daha asan başa düşülən ola bilər. Mənə elə gəlir ki, ikinci üsulu biraz daha rahat, o hər ikisi asandır. Sadəcə ikini biraz başa düşmək bəlkə də ola bilsin ki, biraz daha rahat gələ bilər. Nə edirik? Demək, məqsədimiz nədir? Əkob demək 80 və 105. Bax burada bunu taparkən bu hissəyə baxın. Birin tam olduğu kimi götürürsünüz. Bax bunu tam olduğu kimi götürürük. Yazırıq bura. Baxırıq ki, birincidə olub, birincidə olmayan, amma ikincidə hansı ikincidə var, birincidə yox idi. Nəyə? Bax məsələn bu ikincidə deyək ki, bax bu 2 üstü 4 vur 5. Bunu götürdük. Baxırıq, bax burada 3 var, digərində 3 yox idi. Yuxarı hissədə 3 yox idi. Sonda 3-ü qeyd edirik. Sonra 5-ə baxırıq, 5-i götürmək istəyirik, amma baxırıq ki, 5 vardı. 5 yuxarıda var. Demək 5-i götürmürük. Sonra 7-yə baxırıq, görürük, yuxarı hissədə yoxdur, 7-ni götürürük. Demək, aşağıdakı 105-in vuruqlara ayrılışından 5-i götürmürük təkcə, amma 3 ilə 7-ni götürürük. Çünki 3 ilə 7 yuxarı hissədə, bu hissədə yox idi, amma 5 var idi. Bir daha deyəm, neylədik? Birincini tam götürürük, qeyd edirik. İkinciyə baxırıq. Hansı varsa onu götürmürük, hansı yoxdursa, məsələn, bu hissədə olanların hansı yuxarıda varsa, yəni 5 var, ona görə 5-i götürmürük. 3 və 7 yoxdur, ona görə 3 və 7-ni götürürük. Hamısını vurursunuz bir-birindən, doğru cavab alınır belə. Düşünürəm ki, bu biraz daha rahatdır. Məsələn, digər əşobda, məsələn, bunu da vermişdi. Bunun hesablaması vəziyyəti vardı. Ədədlərdən, bu ayrı bir qaydadır. Ədədlərdən biri digərinə bölünürsə, bölünən bu ədədlərin ən kiçik ortaq bölünəndir. Yəni əkobudur. Yəni baxın, yazıb ki, əkob 48 12, 48 12-yə bölünür. Məsələn, 48 bölü 12 bərabər 4. Onda bu 48 avtomatik olaraq bu ifadəndə demək cavab olur. Niyə görə? Əsaslandırılması nədir? Məsələn, biz deyirik ki, əkob elə bir ədəd seçməliyik ki, hər ikisinə bölünsün. 48 2 verir uşaqlar. Bax, bir dənə 48-i götürürəm. Çünki bu cavabımız 48-dir. Yazıram bura 48 bölək. 48 48-ə bölünür. Yəni birinə bölündü. Cavab çıxır 1. 48 12-yə də bölündü. 48 bölək 12. Digərinə də bölündü. Cavab çıxır 4. Yəni belə çıxır ki, bu ifadədə bu 48 həm 48 48-ə bölünür, həm də 12-yə bölünür. Ona görə də doğru cavab belə 48 olur. Sonra deyir ki, qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni bu ədədlərin hasilinə bərabərdir. Əgər iki ədəd qarşılıqlı sadə ədəddirsə, bu deməkdir ki, onların hər ikisinin ortaq böləni yoxdur. 4 və 8 ədədləri qarşılıqlı sadə ədəd olduğuna görə bunların cavabı olacaq demək 4 və 7. 4 və 7 ədədləri qarşılıqlı sadə ədəd olduğuna görə. Yəni elə bir ədəd tapa bilməzsiniz ki, o həm 4-ün bölə bilsin, 4-ün böləni olsun, həm də 7-nin böləni olsun. Bu zaman bunlar qarşılıqlı sadə ədəddir. Yaxud deyək ki, bir ədədindən başqa heç bir ədəd 4-ün və 7-nin eyni zamanda böləni deyil. Ona görə bunlar qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərdən əkobu isə onların hər ikisinin bir-birinə vurulmasıdır. 3 və 3-dən daha çox ədədin də demək əkobunu tapmaq, yəni ən kiçik ortaq bölünənin tapmaq olar. Asandır, eyni qaydanı tətbiq edirsiniz. Məsələn, əkob 18, 24, 34-də hesablayanda birinci 18 vuruqlara ayrılışını tapırıq, 24-ün və 30-un. Birin tam olaraq götürərsiniz.
Yəni ikinci qayda ilə də birinci qayda ilə də işləmək olar. Məsələn deyək ki, burada ikinci qayda ilə işləsəz, birinin tam olaraq vuruqlarını götürərik. Baxarıq, məsələn 2 vur 3 kvadrat. Sonra ikinciyə baxarıq, görərik ki, burada 2, 3 dənə 2 var. Məsələn, amma yuxarıda bir dənə. Demək, neçə dənə 2 çatmır? 2 dənə 2 çatmır. Yəni 2 kvadrat çatmır. 3 desək, 3 var idi yuxarı hissədə, götürmüşük 3-ü. Ona görə də, məsələn, istəyirsiniz bunu götürün, buna baxın da. Belə də eləmək olar. Məsələn, birincidən götürdük, sildim təzədən. Bax, bunu götürdük, yazdıq bu hissəyə. Sonra ikinci hissədən 3 kvadrat vur 3. Baxaq buna. Görürük ki, götürdüyümüz ifadənin içərisində 2 var, amma bir dənədir. Neçəsi çatmır? 2-si. Ona görə 2-nin kvadratı yazırıq. Sonra isə 3-ü yazırıq. Yazmaq istəyirik. Baxırıq ki, yuxarıda 3 var. Hətta biri daha artıqdır. Ona görə də onu götürmək ehtiyac yoxdur. Sonra 2-ni götürərsiniz. 2-ni götürəndə baxırıq, görürük ki, yuxarı hissədə 2 var. Hətta 3 dənə 2 var. Ona görə götürmərik onu. 3-ü götürmək istəsək, 3 yenə var. Yenə götürmürük. 5-i götürmək istəyəndə görürük ki, yuxarı hissədə götürdüyümüz ədədlərin içində 5 yoxdur. Ona görə 5-i də götürərik. Alınacaq ki, 2 2-yə vurulanda olacaq 2-nin kubu, vuraq 3-ün kvadratı, vuraq 5 bərabər 360. Bu belə də həll eləmək olar. Bir neçə ədədin də eyni zamanda əkobunu tapaq. 2 ədədin əkobu ilə əbobunun hasili bu ədədin hasilinə bərabərdir. Yəni yazsaq ki, əkob AB vuraq əbob AB bərabər olacaq A vur B-yə. Bu bir qaydadır, bir düsturdur. Bunu öyrənib də tətbiq edə bilərsiniz, amma misallar üzərində izahı da var. Sonra hasili 360 olan 2 ədədin əkobu 60 bərabər olarsa əbobunu tapın. Misal vermişdi, indi baxaq. Biz də deyirik ki, bunların hər ikisinin bu qaydanı tətbiq edəndə baxırıq ki, 60, əkob 60 idi də. Deyir ki, əkobu 60-dır. Əkob 60-dırsa, yazırıq əbob AB, qiyməti də 360-dırsa, onu bərabər qoyuruq 360-a. Onda əbobun avtomatik qiyməti 360 bölü 60 bərabər 6 çıxacaq. Qarşı tərəf bu 360-a 60-a böləcəksiniz. Doğru cavab 6 çıxacaq. Belə misalların tətbiqində istifadə edə bilərsiniz. Çox maraqlı bir qaydadan danışacaq bu hissədə. Həm maraqlı bir qaydadır, həm də çox lazımlı bir qaydadır. Deyir ki, 2 ədədin əkobunun əbobuna nisbəti bu ədədlərin ortaq olmayan sadə vuruqların hasilinə və C hərfinə bərabər olur. Mənası, mahiyyəti barədə danışaq. Yəni düsturu qaydası belədir ki, əkob AB böl əkob AB bölək əbob AB bərabər C. Nə deməkdir? Misallar üzərində demək onun izahına baxaq. Məsələn, tutaq ki, bir dənə misal verir bizə. Deyir ki, AB, bunun misalla bir ədədlə izahını versək, məsələn, 12 və 18 ədədlərinə baxaq. 12 və 18 ədədlərinin bayaqları almışdıq. Demək, əkobu nəyə almışdıq? 12 və 18 əkob. 12 və 18 bölək əbob. Demək, 12 və 18 desək, əkobu bayaqları almışdıq 36, əbobu da 6 almışdıq, doğru cavab çıxır 6. 6 bunların ortaq olmayan sadə vuruqlarının hasilidir, yəni C. İndi nə deyim? Gəlin baxaq, görək, bunların ortaq olmayan vuruqları nədir? Məsələn, bunun isbatı üçün deyirəm, mən bu barədə danışıram. Məsələn, əkob. Əkob AB bərabərdir. Əkob AB bərabərdir 36-ya. 36 nəyə bərabərdir? Məsələn, lap açıq yazacağım. 2 vur 2, vur 3, vur 3-ə. Yəni 2-nin kvadratı vuraq 3-ün kvadratına. Bəs əbob AB, A və B nəyə bərabərdir? Əbob AB bərabərdir 6-ya, o da 2 vur 3-dür. Düzdür? İndi baxın, 1-3 var, yuxarıdan 1-3 silirəm. 1-2 var, bir dənə də 2 silirəm. Burada ortaq olmayan vuruq nə alınır? 2 və 3. Demək, ortaq olmayan vuruqların hasili nə olur? 2 vur 3. Bayaq nə tapmışdım? 6, həmin 6 alınır. Yəni, o 6 hardan çıxmışdı? Buna 36 demişdik, buna da 6 demişdik. 36-nı da 6-ya böləndə 6 eləmiş. Görürsünüz, isbatını da verə bilərsiniz istəsəz. Yəni, başa düşmək üçün dedim. Bu hissədə misallar, məsələlər var. Misalda deyir ki, AB ədədlərin ortaq olmayan sadə vuruqların hasili 6 olarsa, yəni bu C dediyimiz rəqəm, bunun əvəzinə deyir, bu C 6 olarsa, C 6 yazıram. Sonra deyir ki, olarsa, ortaq sadə vuruqlarının hasili isə
Demək 10 olarsa əkob AB-ni tapın. Misalın əlində C bərabər 6 verir. AB bərabər demək yazır 10. Yəni əbubu 10 idi də. Onda misalda yerinə tətbiq eləsək, əbubun yerinə 10 yazsaq, belə bir ifadə alırıq. Kəsirdə olduğu kimi yazacağam hələlik. Əbub 10 idi. Məxrəcə 10 yazaq. Əkob isə qalır. Çünki əkobu bilmirik. Elə biz onu tapacağıq. Əkob AB-ni tapacağıq. Bərabərdir. Buradan çıxır 6. Çox sadə. Buradan avtomatik alınır ki, əkob AB bərabərdir. C vur əbob, yəni 6 vur 10. Bunu buna vuracaq. O da bərabər 60. Belə misallar, məsələlər var. Sonra digər misal məsələdə əbob AB-nin kvadratı bərabər A vuraq B və AB-nin ortaq olmayan sadə vurğularının hansıdır? C ortaq olmayan sadə vurğularının hansıdır? Bayaq demişdim, amma yenə deyirəm. Məsəl üçün, deyək ki, A və B ədədləri biri 12-dirsə, biri isə 18-dirsə, bunların ortaq olmayan sadə vurğularının hasilin bayaqları 6 tapmışdıq da. Həmin bu hissədə C həmin mənanı verir. Olur ki, əbob AB-nin kvadratı bərabərdir AB böl C. Sonra əkob AB-nin kvadratı bərabərdir ABC. Bu bir qaydadır. Bu qaydanı öyrənirsiniz və misal məsələ lazım olanda tətbiqində istifadə edəcəyik. Burada nə deyir? AB bərabər 96 və AB ədədlərinin ortaq olmayan sadə vurğularının hasili, yəni bu C, bərabər 6 olarsa bizdən əkobu soruşur. Demək, biri AB-nin qiymətinə dedi 96, bu hissədə ortaq olmayan sadə vurğuların hasilinə isə dedi 6. İndi bizdən əkobu tapmağı və əbobu tapıb bir-birinin üstünə gəlməyi soruşur. Bu hissədə əkobu tapanda əkob AB, aşağı hissədə yazın misalın həlinə baxaq. Əkob AB kvadratı bərabərdir. AB vur C, bərabər 96 vur bu qədər. Kvadrat olduğuna görə əkobun özü bu ifadənin kökü olacaq, yəni 24. Kvadratda axı. Burada əkob AB kvadrat şəklində göstərilib. Ona görə də biz onun kökünü tapacağıq. Bu 24 ədədi hardan alındı sualı sizdə yaransa, onda o sualın cavabı belədir. Əkob AB-nin kvadratı 576-ya bərabər olmuşdur. Ona görə əkob AB-nin özü 24 olacaq. Sonra ikinci hissədə, yuxarıdakı düsturda bizə deyirdi ki, AB-nin kvadratı, baxın, bu düsturdan mən da. İkinci hissədə bu düsturu tətbiq eləyəcəyik. Nə alınır? Axı biz əkobu da tapmalıyıq. Məsələn, şərtinə görə əkobu da, əbobu da tapmalıyıq. Sonra da onları bir-birinə cəmləmək. İndi biz əkobu tapmışıq. Əkob 24 çıxıb, bunun üstə gələ. İndi əbobu tapıb üstə gələcəksiniz. Nə alınacaq? Baxın, əbobu tapın. Əbob AB-nin kvadratı, yuxarıdakı düstura baxın. Əbob AB-nin kvadratı bərabərdir AB böl C. Bir də qayıdıram bu hissəyə. Bunları sildim ki, bizi çaşdırmasın. Əkob AB-nin kvadratı, əbob AB-nin kvadratı bərabərdir AB böl C. Yuxarıdakı düstur. Həmin düstura əsasən, burada AB-nin məsələn şərtinə qiyməti verilmişdi 696. Böyle demək, burada ortaq olmayan sadə vurğuların hasili, yəni ki, C-nin qiyməti isə verilmişdi 6. Olur 96 bölü 6 çıxır 16. İndi burada fikir veririk ki, baxırıq görürük ki, əbob AB-nin kvadratı, fikir verin uşaqlar, burada 2 var. Kvadratı 16-ya bərabər olubsa, onda əbobun özü əbob AB 4-ə bərabər olacaq. Çünki kvadratı o qədər isə, burada əbobun özünü tapanda 4-ə böləcəksiniz. Olur, əkobun qiyməti, bayaq tapmışdıq, elə burada yazılsın. Bu əkob plus əbob bərabərdir. Əkobun qiyməti 24, yəni bunun qiyməti 24 idi. Üstə gələk, bunun qiyməti isə 4 idi, bərabər 28. Elə biləm ki, aydın oldu. Tam ədədlərə baxaq. Yalnız işarəsinə görə fərqlənən ədədlər əks ədədlər adlanır. Hələ tam ədədlərin tərifi deyil, əks ədədlər nədir? Məsəl üçün, deyək ki, 2 ədədin əksi olur -2. 5 ədədinin əksi olur -5. Yəni, bu qədər. Sadə bir anlamı var idi. Düşünün ki, başa düşmədik, heç bir çətinlik ola bilməz. Sonra deyək ki, başqa bir qayda deyək ki, hər bir ədədin yalnız bir əksi var. Yəni, məsələn, 4-ün bir dənə əksi var, o da -4-dür də. 0 ədədi, 0-ın əksi elə 0-ın özüdür. Çünki 0-ın -0 olmur axı, məsələn ki, deyək ki, 0-ın əksi -0. 0-ın əksi elə 0-ın özüdür. Demək, tam ədədlərin tərifi nədir? Tam ədədlər, natural ədədlər, onların əksi olan ədədlər, bir də üstə gələk 0. Yəni ki, bax, deyək ki, məsəl üçün 1, sonra -1, sonra 2,
sonra -2, əkslərini də yazacağım da 3, sonra -3. Belə getsəz, bütün ədədlərin hamısı tam ədəd olacaq. Bir də əlavə olaraq bir dənə də 0 da əlavə edirsiniz. Demək, tam ədədlər hansı ədədlərə deyilir? Bütün natural ədədlərə deyilir. Onların əksi, yəni işarəsi mənfi olanlarına deyilir. Bir də üstə gəl 0-a deyilir. Və o Z hərfi ilə işarə olunur. Sonra aşağı hissədə deyir ki, ən kiçik və ən böyük tam ədəd yoxdur. Çünki bilirsiniz, ədədlər sonsuz sayda olduğuna görə ən böyük və ən kiçiyi təbii ki ola bilməz. Ən kiçiyi burada sonsuzluğa, mənfi sonsuzluqdur. Ən müsbəti də müsbət sonsuzluqdur. Bu zaman belə anlar ki, yoxdur. 2 tam ədədin cəmi, fərqi və hasili tamdır. Yəni ki, 2 dənə tam ədəd götürürsünüz. Onu, məsələn, bunu nümunə kimi, misal kimi yoxlaya bilərsiniz. 2 tam ədəd götürün. Məsəl üçün, biri olsun 3, biri olsun -4. Sonra bu ədədlərin cəmini tapsaz, 3 plus -4 eləsəz, bərabər olacaq -1-ə. Görürsünüz, yenə tam ədəd alınır. Sonra fərqini tapsaz, məsələn, 3 çıxaq -4 yazsaz, olacaq 3, 2 -1 müsbət eləyər, plus 4 bərabər 7. Bu zaman, demək, yenə də tam ədəd aldınız. Sonra hasillə, yəni 3 vuru -4 yazsaz, bərabər edəcək -12, yenə də tam ədəd aldınız. 3 -1 tam ədəd, 7 tam ədəd, 12 tam ədəd. Bu da elə onu demək istəyir. Roma say sistemi barədə danışacağıq. Natural ədədlər bölməsinin ən sonuncu demək mövzusudur. Say sistemlərinin iki növü olur. Mövqeli və mövqeysiz say sistemi uşaqlar. Biz əvvəlki bölmələrdə mövqeli və mövqeysiz say sistemləri barədə danışmışdıq. Deyirdik ki, ədədi təşkil edən rəqəmlərin mərtəbə vahidinə görə dəyəri bütün ədədin qiymətinə təsir göstərə bilirsə, onun dəyərini dəyişdirə bilirsə, bu mövqeli say sistemidir. Yox, əgər dəyişdirə bilmirsə, bu mövqeysiz say sistemidir. Məsələn, bizim istifadə etdiyimiz onluq say sistemi də mövqeli say sistemi hesab olunur. Burada bir nümunə gətirib nə deyir? Deyir ki, bax, məsələn, bu 2, görürsünüz, soldan, deyir ki, soldan birinci 2. Yəni, bax, bu 2-dən söhbət gedir. Bu 2-dən sonra nə var? Fikir verin. 1, 2, 3 dənə mərtəbə var. Demək, orada 2000 ifadə edir. 2000 dəyər verir. Onun dəyəri 2000-dir. İkinci, bax, bu 2 isə. Bundan sonra bir dənə ədəd var. Yəni, bir dənə 5 var. Ona görə də o 2-nin verdiyi qiymət olacaq 20. 2-nin durduğu yerdən asılı. Hər ikisi 2-dir. Bu da 2-dir, bu da 2-dir. Sadəcə durduğu yerə görə dəyəri dəyişir. Yəni, bu 2 bu tərəfə keçəndə 2000 olur. Bu 2 bu tərəfə keçəndə 20 olur. Yaxud fikrimizi başqa bir formada da izah edə bilərik. Mövqeli say sistemində məsələn 675 deyə bir ədəd yazaq. Sonra bunlarda yer dəyişmə aparaq. Baxın, görürsünüz, burada fikir verəcəksiniz. Demək, 675 ayrı-ayrı yazım. Çünki onların yerini dəyişəcəm ona görə. Demək, burada məsələn 5-i götürsək buradan, 5-i keçirsək bu hissəyə, görürsünüz, ədəd kiçildi. Oldu 675, oldu 576. Bu ədədi, bu ifadəni, bu 5-i gətirib, demək, 5-i gətirib bu hissəyə keçəndə olur 657. Yəni, bu ədədin yerini dəyişəndə dəyəri, qiyməti dəyişir. Amma məsələn, Roma say sistemi mövqeli say sistemi hesab eləmək olmaz. Mövqeysiz say sistemində isə deyir, rəqəmlər ədədin yazılışındakı yerindən asılı olmayaraq həmişə eyni ədədi ifadə edilir. Məsələn, burada göstərir ki, demək, Rum rəqəmində 16 və 14 ədədlər hər ikisində bir simvolu, bir ədədi göstərir. Birində üstünə 5-in üstünə 1 gəlir, birində isə 5-in üstünə 5-dən 1 çıxır. Mən bunu biraz fərqli formatda demək istəyirəm sizə. Məsələn, Rum rəqəmində, yaxud Roma rəqəmində bir dənə belə yazsaz 1 demək olacaq. Onun yanına birini də gətirsəz 2 demək olacaq. Birini də gətirsəz 3 demək olacaq. Düzdür? Amma bizim istifadə elədiyimiz, bir daha deyirəm, bu 1-dir. Biri də yanında olsa 2-dir. Yanında birini də əlavə eləsəz 3 olacaq. Amma bu oldu mövqeysiz say sistemi. Çünki hər işarə, hər bir, bunu ayrı-ayrılıqda bu birlər bir dəyər verir. Amma bizim istifadə elədiyimiz bu onluq say sistemi rəqəmlərində 1 yazsaz bu olacaq 1. Yanına bir dənə də bir əlavə eləsəz bu 11 olacaq artıq. Çox dəyəri böyüyəcək. Bir dənə də bir əlavə eləsəz 111 olacaq. Demək, 3 dənə birimiz mövqeyli say sistemində 111 qiymət verir. Amma mövqeysiz say sistemində 3 olur. Burada bu işarə ki, Rom rəqəmlərini başa düşmək, onu yazmaq, oxumağı doğru bacarmaq istəyirsinizsə, təbii ki, bu hissəni tam olaraq əzbər öyrənməlisiniz. Yazılış sistemində
Bu çünki bunlardan istifadə olacaq. Roma say sistemində ədədləri yazmaq üçün aşağıdakı qaydalar demək riayət edilməlidir. Birinci qayda. Rəqəmlər soldan sağa azalan sıra ilə yazıldıqda uyğun ədədlər toplanılır. Məsələn, deyək ki, 10 yazmısınız, 5 yazmısınız və 1 yazmısınızsa, olur 10 plus 5 plus 1 olur 16. Sonra keçdik. Bu 1000'dir, bu 100'dür, bu da 100'dür, bu da 5'dir. Olur 1000, 100, 105. Yəni 1000 üstə gələ 100 üstə gələ 100 bərabər 5. Ən böyük rəqəmin solunda kiçik rəqəm varsa, onda çıxılır. Demək ki, əvvəl böyük rəqəmlər yazılıbsa, məsəl üçün 10, sonra 5 yazılıbsa, sonra 1 yazılıbsa, bu zaman biz bunları toplayırıq. Olur 10 plus 5 plus 1 plus 5 plus 1. Yox, əgər bu kiçik fikir verdiniz, bax bu böyük, bu ondan biraz kiçik, bu isə biraz laf kiçik. Nə baş verdi? Bu istiqamətdə ədədlər kiçildisə. Yox, əgər məsələn kiçik ədəd bura yazılırsa, böyük ədəd bura yazılırsa, onda biz bu böyük ədəddən, məsələn bu 10-dan bu 1-i çıxacağıq. Onda cavab olacaq 9. Yuxarıda yəqin ki, ona aid nümunələr veriləcək, baxaq. Çox aydın və gözəl nümunələrdir. Məsəl üçün burada 1 var, 1, 5. Fikir verdiniz, ədəd böyüdü. Azala getmədi. Bu zaman 5'dən 1'i çıxırsınız 4 olur. Sonra keçdik. Bax fikir verin. Bax burada 100'dür, böyükdür. Yazırıq 100. Sonra kiçikdir, sonra yenə böyük. Demək bu böyükdən kiçik çıxılacaq. Əgər kiçik ədəd, bu kiçik ədəd böyük ədədin, bax bu 1, bu böyük ədədin sol tərəfinə yazırsa ondan çıxılır. Yox, əgər 10, bax bu x 10 işarəsidir, düzdür, bu 10'dur. Bunun bu tərəfinə 1 yazanda ondan 1 çıxırsınız. Yox, əgər bu bir digər tərəfinə, sağ tərəfinə yazanda onda üstə gəlirsiniz. Bax bir də deyirəm, belə yazanda sol tərəfinə, onun bax bu 10 işarə 10 deyil bu x. Onun soluna 1 yazsaz, bu 1'i ondan çıxacaqsınız. Olacaq 10 çıx 1. Yox, əgər onu bu tərəfə yazsaz, onda olacaq 10 plus 1. Demək sağ tərəfə, əgər kiçik ədəd, böyük ədədin sağ tərəfinə yazılsa üstünə gəlinir. Sol tərəfinə yazılsa ondan çıxılır. Sonra bax burada məsələn bu ifadənin deyir ki, ədədlərin yazılışında eyni rəqəmlərin bir-birinin ardında 3 dəfədən artıq yazıla bilməz. Yəni yazarsınız 1, sonra bir dənə də 1 əlavə edirsiniz, sonra birində. Daha bunu 4-dən eləmək olmaz. Bu zaman artıq 5'dən 1 çıxmadan istifadə edəcəksiniz. Bu formada olacaq. Sonra deyək ki, Roma rəqəmləri yazılışda yazıla bilən ən böyük ədəd 3999'dur. Burada 3 dənə 1000 yazırsınız. Sonra 900 yazmaq üçün bu ifadədə 1000 çıx 100 kimi başa düşülür də. 1000 çıx 100 yazırsınız. Çünki cm burada 1000'dir, c 100. 1000 çıx 100, yəni 900 ifadəsi verir. Bax bunu ayrılıqda dəyərləndirsək, 3 dənə bu 1000 olur 3000 və bura yazdım. cm olur 900. Sonra burada fikir verin. 90. Bax 100 çıx 10 yazılıb bura. Bu olur 90. Burada isə 10 çıx 1 yazılıb olur 9. 3999. Ədədin 1000'ə vurulduğunu göstərmək üçün onun üstündən xətt qoyulur. 0 rəqəmi Roma say sistemində yoxdur. Aydın elə bilirəm.